Salam aziz dostlar. Yeni videoya hoş geldiniz. Geçen videoda biz İtalya barədə danışdıq və bu videoda vizalar, vizaların fərqləri və bu sualı cavab verirəm ki, pasport ala bilərik İtalyadan yoxsa yox? Bu videoya axıra qədər baxın, abunə olun kanala və yorumda suallarınızı yazın və yazın ki, İtalyadan sonra hansı ölkə sizin üçün maraqlıdır. Yaxşı, başlaya bilərik. Bəzi vizalar sizə icazə verir ki, uzun müddətli qalın və bəli, icazə də verir ki, pasport alın. Amma onun şərtləri və qanunları var. O vizalar necədir? Əvvəl sizə icazə verirlər ki, bir dəfə ölkəyə giriş edin. Ondan sonra qanunlu sizə bir müvəqqəti yaşamaq icazə verirlər. 5 il yaşayandan sonra sizə daimi yaşamaq icazə verirlər və 10 il yaşamadan sonra sizə pasport verirlər. Bu necə bir sistemdir? Bu o deməkdir ki, siz çox xaricdə qala bilmirsiniz İtaliyadan. Yəni bir neçə aydan çox xaricdə qalsaz, bu reset olur. Yəni sıfırdan yenə başlayır. Ya ləğv olur hətta sizin vizanız. Və o deməkdir ki, ümumiyyətlə İtaliyada yaşamalısınız. Təqribən 10 il ki, sizin üçün pasport versinlər. Bu çox önəmlidir. Baxaq ki, hansı növ vizalar var və hansı vizalar ilə siz qala bilərsiniz və pasport ala bilərsiniz. Birinci viza turist vizadır ki, siz səyahət üçün gedirsiniz İtaliyaya. Bunun adı Type C-dir. Ən çox 90 gün, 180 gün içində qala bilərsiniz İtaliyada. Təqribən 15 gün, 45 gün vaxt aparır ki, sizə viza versinlər. O da sizin pasportunuzdan asılıdır. Yəni əgər pasportunuz güclü olsa, daha tez, pasport zəif olsa, daha gec ala bilərsiniz. İş üçün icazəniz yoxdur, ancaq gedib ləzzət ala bilərsiniz bir müddət, həzz ala bilərsiniz, sonra qayıtmalısınız öz ölkənizə. Hansı sənədlər lazımdır? Bir odur ki, harda qalacaqsınız? Əgər kimsənin evinə qalacaqsınız, onun sənədlərini təqdim eləməlisiniz. Əgər hoteldə qalacaqsınız, onun invoice-u, yəni ödəyirsiniz bir məbləğ hotelə, rezerv edirsiniz, o kağızı təqdim eləməlisiniz ki, məsələn, filan gündən filan günə qədər mən burada qalıram. Burada icazəm var ki, qalım. Onu təqdim eləməlisiniz və medical insurance lazımdır, sığorta lazımdır. Bir sığorta verirsiniz, səyahət sığortası və bankda da bir pul göstərməlisiniz təqribən. Çox yuxarı rəqəm deyil, çox aşağı da deyil. Təqribən burada mən sizin üçün yazmışam. Gün ərzində 269-270 evro göstərməlisiniz. Yəni adam başı. Və əgər daha çox qalmaq istəsəz, biraz bu rəqəm aşağı yuxarı olur. Yəni gün ərzində nə qədər hesabınızda olmalıdır. Əgər həddən çox pul hesabınızda olsa, bəzilər belə düşünür ki, mən aparım məsələn 100.000 evro göstərim, 200.000 evro göstərim. O da sizin üçün əks nəticə verir. Yəni bunu bilməlisiniz ki, sübut eləməlisiniz ki, mən gedib və qayıdacağam. Əgər çox pul göstərsəz, onlar hətta əgər siz belə niyyətiniz olmasa da, onlar belə hesab edirlər ki, siz gedib və qalmaq istəyirsiniz. Qayıtmaq istəmirsiniz. Ola bilər sizə viza verməsinlər. Ona görə bir müəyyən məbləğ lazımdır ki, nə ondan çox, nə ondan az. Yəni o qədər olsun ki, göstərsin bilet pulunuz var, orada yaşamaq, orada yemək, o müddət ki, oradasınız, o qədər pulunuz var. O qədər çox da olmasın ki, düşünsünlər siz uje qayıtmayacaqsınız. Bu çox önəmli bir şeydir. Başqa viza da var. Bəli, təhsil vizası ki, adı Type D-dir. Bununla pasport almaq olar. Zəmanətli şəkildə xeyr. Əgər siz təhsilinizi bitəndən sonra iş tapa bilsəz, bəli. Əgər iş tapa bilməsəz, xeyr, qayıtmalısınız ölkənizə. Yəni sizin üçün o saymır ki, 3 il, 4 il dərs oxudunuz, indi uje dəyişir. Məsələn, daimi yaşamaq icazəsi xeyr, belə bir şey deyil. Təhsil vizanızı ya çevirməlisiniz bir iş vizaya, yəni ki, o zaman ki təhsiliniz bitir,
Böyük pul gətirirsiniz və məsələn biznes sahibkar kimi özünüzü təqdim edib və vizanızı dəyişə bilərsiniz və ondan sonra yavaş-yavaş bu məsələ başlayır ki, necə daimi yaşamaq və pasport ala bilərsiniz. Bu sistem necədir? İlk bir universitetə yazırsınız administrationdan. Nə sənədlər lazımdır təqdim edirsiniz, onlar sizə qəbul edir, məktub yazır, ödəniş istəyir, bir məbləğ ödəniş edirsiniz, sizə bir məktub yazır ki, o məktubu səfirliyə aparıb göstərirsiniz və vizanızı ala bilərsiniz. Vizanızı alanda da Type D vizanız girə bilərsiniz ölkəyə və təhsilinizi başlaya bilərsiniz. Başqa məsələ ki var, odur ki, iş icazəniz də var bu viza ilə. Məsələn, Azərbaycanda kimsə ki təhsil viza alır, iş icazəsi yoxdur. Amma Avropada çoxlu ölkələrdə icazə var. Nə qədər? 20 saat qədər həftədə işləyə bilərsiniz və ölkəyə girəndən də bir müddət sonra bir iş tapıb işləyə bilərsiniz. Təqribən bir 10 gün sonra. Ondan sonra iş vizasıdır. İş vizası üçün nə lazımdır? Lazımdır ki, bir İtalyan insan ya şəxs sizin üçün sponsor olsun, sizə məktub yazsın ki, bu insan məsələn professional işçidir, mənim üçün lazımdır, xüsusi işçidir, mən İtaliyada belə adam tapa bilmirəm, onu sübut eləməlidir, sizin üçün məktub yazır, sizin üçün onu deyirlər submit eləyir sənədinizi və siz bir növbəyə düşərsiniz ki, çətin bir növbədir. İldə 164.850 nəfər qəbul edir ki, yanvardan fevrala qədər hala iş və iş fərqlidir. Pəncərələr açılır və ola bilər ki, o vizanı alın. Amma bir şey ki, çox önəmlidir, bilməlisiniz ki, əgər iş viza alsanız və kimsə sponsor olsun ya sizin müdürünüz olsa, uzun belə təqdim eləsə, bunu saxta edə bilmirsiniz. Çünki nəzarət edirlər, çox ciddi nəzarət var və əgər ki baxsınlar ki, siz orada deyilsiniz ya orada işləmirsiniz ya saxta şəkildə oradasınız, sizin üçün problem yaradır. Ola bilər ki, cancel eləsinlər vizanızı, sizi qaytarsınlar, deport eləsinlər sizi. Ona görə bu çox önəmli bir şeydir ki, bilin bu barədə. Bu qanunlu olmalıdır və həqiqi. O biri digital nomad və remote workerslər. Yəni o insanlar ki, online pul qazanırlar. Məsələn, blogerlər ya youtuberlər və o insanlar ki, uzaqdan işləyirlər. Məsələn, siz Azərbaycanda bir işiniz var ki, məcbur deyilsiniz ofisə gedin, onlayn işləyərsiniz. Sizin üçün də yəni bu vizanı verirlər. Bu çox yaxşı bir xəbərdir və ümumiyyətlə bu daha yaxşıdır. Əgər siz yaxşı maaşınız olsa, sizin üçün yaşamaq çox rahat olacaq İtaliyada. Çünki İtaliyada iş tapmaq üçün o biri videoda da izahat vermişəm. Əgər görmədinizsə, baxmadınızsa, zəhmət olmasa gedin, mütləq baxın. Maaş çox aşağıdır İtaliyada və 100% İtalyan dilini bilməlisiniz. Ona görə bu belə viza daha çox sərf eləyir sizin üçün. Əgər ki işiniz olsa, uzaqdan iş ya remote iş və ya onlayn pul qazanırsınızsa, o şərt ilə ki, minimum 25.500 euro illik göstərsəz ki, pul qazanırsınız, bu vizanı sizə verirlər. Hala fərqi yoxdur, həm o ki, onlayn işləyirsiniz, ya uzaqdan işləyirsiniz, ya məsələn blogersiniz. Sizə o vizanı verirlər və gedib orada yaşaya bilərsiniz ki, o əslində ən yaxşısı, ən sərfəlisi odur. Sərfəlisi, düz deyirəm, odur. Ondan sonra investorlar ya işgüzarlar ya biznesmenlər ya o insanlar ki iş yaradırlar ya biznes yaradırlar, entrepreneurs. Onlar necə? Onlar əsas odur ki, pul göstərsinlər. Nə qədər daha çox pulunuz varsa, daha yaxşıdır. Əsas budur. Başqa sənədlər o qədər önəmli deyil bu viza üçün. Əgər ki baxa bilərsiniz qiymətləri orada hamısını yazıb. Əgər bir məsələn bir sadə iş
ya biznesiniz kiçik bir biznes, sahibkar. Söz indi yadıma gəldi, sahibkarlar. Əgər kiçik biznes yaratmaq istəyirsiniz, 50.000 evro göstərməlisiniz. Əgər invest eləmək istəyirsiniz, 250.000 evro göstərməlisiniz və bu daha çox olur, belə baxa bilərsiniz. Orada hamısını dənə-dənə yazıb, vaxt olmur mən dənə-dənə izahat verim. Amma minimum 50.000 ilə 50.000 evro ilə siz bu vizanı da ala bilərsiniz. Ondan sonra kimlər? O insanlar ki, çoxlu pulları var. Məsələn siz 60 yaşınız var, çox varlısınız, ehtiyacınız yoxdur işləmək və belə insanlar üçün də viza verirlər ki, ancaq pulunuz ilə gedərsiniz. Və ya ailənizdən bir şəxs işləyir qanunlu şəkildə, siz də gedib qatılmaq istəyirsiniz, onunla yaşamaq istəyirsiniz. Bu daha çox ər-arvadlar üçün gedir, daha çox. Amma yəni belə təqdim edirlər. Onun şərti nədir? Onun şərti odur ki, o şəxs ki, orada işləyir, sizin sponsorunuz olur və təqribən illik 7.000 evro göstərməlidir ki, hesabında var sizin üçün. Hələ əgər siz tək olmasanız, uşaqlarınız da olsa, onlara da onlar üçün də bir məbləğ o məbləğə əlavə olur və göstərməlidir ki, mən bu qədər maaşım var, bu qədər qazanıram, bizim üçün bəsdir, bunlar da gəlsin, icazə verirlər. Əgər ki, xeyr, öz pulunuz var, yaxşı pulunuz var, sobut edirsiniz ki, illik 31.000, 32.000 evro pulunuz varsa, belə viza da ala bilərsiniz. Baxaq ki, hansı vizalar pasporta çatır, hansı vizalar yox. Məsələn, Type-C ya turist viza pasporta çatmır. Təqribən 15 gün, 45 gün vaxt aparır ki, viza gəlsin. Sizə dedim ki, nə qədər qala bilərsiniz və sonra qayıtmalısınız. Orada gedib çevirmək, başqa iş görə bilmirsiniz. Bir Schengen sizə verirlər ki, başqa ölkələrdə gedə bilərsiniz bəzi Schengenlər ilə və ondan sonra da qayıtmalısınız öz ölkənizə. Study ya təhsil, Type D, baxırsınız ki, təqribən 60 günə gəlir sizin vizanız, amma zəmanət deyil ki, pasport ala bilərsiniz. Sizə demişəm, şərt odur ki, bir iş tapın ya bir biznes qurun. Amma başqa vizalar hamısı, bunlar ki, indiyə qədər izahat verdim, hamısı 5 il qalsa sizə daimi yaşamaq icazə verir, 10 il qalsa sizə pasport icazə verir. İş vizası daxildir, onlayn işçilər daxildir, investorlar ki, pul qoymaq istəyirlər daxildir, biznes sahibkarlar daxildir, o insanlar ki, ailə gətirirlər, o özvlər də daxildir. Çünki özləri ki, məsələn, iş vizası var, o özü ala bilər. O adamlar da ki, gətirir, o adamlar da ala bilər. Və belə. Bu oldu İtaliya vizaları ki, hansı növləri, hansı modellər var. Hər bir sualınız varsa yorumda yazın. Başqa ölkə sizin üçün maraqlıdırsa yazın. Zəhmət olmazsa bəyənin videonu, channel'ə ya kanala abunə olun. Sizin fikirləriniz mənim üçün çox önəmlidir. İnşallah gələn videolarda SMM də sizə keçəcəm. Özünüzə yaxşı baxın. Görüşərik.